Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən kurikulum və tarix üzrə təlimçi Rəhman Polad. Sizlərə bu video müraciətimdə dekabr ayında başlanılacaq olan kurikulum metodika hazırlıqları barəsində ətraflı məlumat təqdim edəcəyəm. Belə ki, biz kurikulum metodika dərslərimizə dekabr ayının 15-dən etibarən start verəcəyik. Yəni bizim ilk dərsimiz dekabr ayının 15-dən etibarən başlanılacaq. Dərslər həftədə 3 dəfə, 1-ci, 3-cü və 5-ci günlər saat 18:00 ilə 19:00 arasında təşkil olunacaq. Dərslərimizin gedişat formatı bu formatda təşkil olunacaq. Dərslərin video izah hissəsi olacaq, testlər üzərində əməliyyatlar, yəni iş olacaq və Zoomda edilən sual-cavab prosesi ilə təşkil olunacaq. Video izah hissəsi və Zoomda edilən sual-cavab prosesi mənə, yəni müəllim Rəhman Polada məxsusdur. Test izahları və testlər üzərində işlər isə Rəalə müəlliməyə məxsus olacaq. Qeyd edim ki, bizim kurikulum metodika üzrə təlimlərimizin özəlliyi, fərqindəliyi bundan ibarətdir ki, daha çox son illərdə MİQ və sertifikasiya imtahanlarında istifadə olunan situasiya xarakterli testlər, xüsusən də sinifin idarə edilməsi, nəzəriyyələr və digər məqamlarla bağlı olan, əsasən aparıcı motivdə olan situasiyalarla iş üzərində təşkil olunacaqdır. Və hesab edirəm ki, biz illərdir ki, bu prosesdə, yəni bir pedaqoq olaraq, İllərdir ki, müəllimlərin işə qəbul imtahanında həm müdavimlərimizlə apardığımız işlərlə bağlı, eyni zamanda birbaşa olaraq özümüzün də MİQ imtahanlarında iştirakımızla bağlı təcrübələrimizdə öz müdavimlərimizə dəstək olacaq. Kurikulum qruplarına qeydiyyatdan keçmək üçün qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlayıb qruplarımıza yazıla bilərsiniz. İlk dərsimiz qeyd edirəm 15 dekabr tarixindən başlanılacaqdır. Hər kəsə uğurlar.